Biraz qəşəng görsənsin, baqat olsun. Bilirsən, nə ilə məşğulsan? Qrafik dizayner kursuna gedirəm. UI, UX kursuna gedirəm. Hamı eyni kursa gedib, eyni şeyləri keçir, müəllim eyni şeyi izah eləyir və axırda 10 dənə CV gəlir və portfolio gəlir. Baxırsınız ki, bunların fərqləndirməsi yoxdur. Çünki hamıda eynidir. Süni intellekt sizi qorxudurmu? Şikayətlər eşidirəm ki, nə qədər iş gördüm o adam üçün, amma pulumu ödəmədi. Mən bunun həll yolu kimi bir müqaviləyə keçmişəm, xidməti müqavilə. Upwork kimi saytlar, skamlarla dolu bir saytdır. Həm də Hindistanlılar və Pakistanlılarla dolu bir saytdır. AI bizim dostumuz deyil. Bu artıq özbaşınalıq formasını aldıqda biraz daha qorxuducu nəticələrə gətirib çıxarda bilər ki, bunu da 2027-nin axırına proqnoz ediblər ki, 2027-nin axırında robotlar dünyanı ələ keçirir nəhayət. Protoss. 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 Bu yayımı 24/7 tətbiqinin baş sponsorluğunda izləyirsiniz. Salam Protax izləyiciləri. Bugün mövzumuz qrafik dizayn, qonağımız isə Hafiz Cabbarovdur. Salam Hafiz bəy, xoş gəlmisiniz. salam, xoş gördük. Dediyiniz kimi adım Hafiz Cabbarov. 10 ildən çoxdur ki, IT sahəsində çalışıram. Əsasən IT sahəsində product design, UI UX və qrafik dizayn sahələrində çalışmışam. Hal-hazırda məhsul və layihə idarə etməsi üzrə davam edirəm. Hazırlaşdığım sahələrdən layihə və dediyim kimi məhsul idarə etməsində CAPM və PMP sertifikatlarına hazırlaşıram və bu sahədə özümü davam etdirmək istəyirəm. Hafiz bəy, qrafik dizayn deyəndə bizim ağlımıza ilk loqo, afişa gəlir. Amma əslində dizaynerlər nə ilə məşğuldur? Yəni bunu bizə gündəlik dildə izah edə bilərsinizmi? Bəli, sizinlə tamamilə razıyam. Bu geniş yayılmış, əslində yanlış bir fikirdir. Çünki qrafik dizaynerlər və yaxud ümumiyyətlə məhsul istər UI UX dizayner olsun, bunlar menyu və digər, yəni afişalar, bannerlər, posterlərlə məşğul deyil. Əksinə gündəlik dildə desək, bu insanların və istifadəçilərin problemlərini tapıb vizuala və vizual belə görsəllərə çevirməsi üçün çalışan bir insanlardır və qrafik dizayner deyildikdə biz sadəcə dizaynın necə olduğunu, rənglərin necə seçildiyini və vizualların necə görsəndiyi yox, məlumatın necə çatdığı və insanlara və yaxud istifadəçilərə necə ötürüldüyündən asılıdır. Çünki biz bunu gündəlik hər bir yerdə görürük. Sadəcə bunun necə yaxşı, necə pis olduğunu ayırd etmək üçün qrafik dizaynerlər vardır. Bəs biz məsələn qrafik dizaynerə müraciət edəndə mən deməliyəm ki, mənim məhsulum budur. Mən istəyirəm insanlar burdan bunu başa düşsün və ya bunu başa düşsün. Yoxsa sadəcə deməliyəm ki, bu mənim məhsulumdur. Siz onu tapmalısınız ki, burada insanlara nə çatmalıdır, nə çatsa daha yaxşı olar. Əslində bu qrafik dizaynerin işidir. Bu hər cür, hər formada buna brief deyilir, texniki dildə brieflər, amma brieflər bildiyimiz kimi fərqli cür olur. Bunlar texniki tərəfdən düzgün yazılmayan brieflər. Əsasən də bizim hallarda, yəni lokal bazarda bu belə tez-tez qarşımıza çıxır ki, bizə bu lazımdır, bu olsun, bu rəngdə olsun. Hətta bir neçə dənə yerli terminlərdən istifadə edirlər ki, biraz qəşəng görsənsin və yaxud baqat olsun. Digər rənglərdən istifadə etməyək, biraz fərqli olsun, heç kimə oxşamayan. Bu cür brieflərlə qarşılaşma daha tez-tez olur və ya digər texniki tərəfdən düzgün quraşdırılmış brieflər də olur. Əsasən dizaynerin məsələsi burada insanı və müştərini anlamaqdır. Onun nə istədiyini, onun dilində fərqi yoxdur. Hansı sadə və yaxud texniki tərəfdən çətin bir dildə dilsə belə onu anlamaq və artıq proyektdə onu tətbiq etməkdir. Yəni məsəl üçün müştəri tamamilə səhv yönəlibsə, siz ona deyə bilərsinizmi ki, bu sənə kömək olmayacaq da, sənə əslində bu kömək olacaq? Əlbəttə, tam olaraq qrafik dizaynerin işlərindən biri də, ümumiyyətlə dizayn işlərinin biri də budur ki, əgər bir müştəri hansısa bir səhv tərəfdən baxırsa bir məhsula yaxud bir sifarişə, onu yönləndirmək, məsləhət vermək, əgər bu sahədə yetərincə öz eksperiensi də varsa, onu düzgün şəkildə bir ekspert fikri olaraq da bildirməkdir. Təəssüf ki, bizdə bu hallar çox qeyri-reallıqdır. Çünki hər bir müştəri, hər bir sifarişçi öz istəyində axıra kimi durur. İstər bu öz işlərində və yaxud bizneslərində və yaxud sifarişlərində bir uğur gətirməsə də öz istəkləri hər şeydən qabaqdır. Və bizdə bir deyim var ki, müştəri həmişə doğrudur, bəli. Ona görə də biz sadəcə çalışırıq ki, müştəri buradan məmnun olsun və biznes məqsədlərinə çatmağa ən azından bir yol olsun.
Məsələn, məmnun olmayıb təzədən qayıdanlar olur ki, siz deyənə gələnlər olur. Əlbəttə bu hallar da tez-tez qarşılaşırıq. Qrafik və bu UI UX dizayn tərəfində bunlar tez-tez olur. Gəlirlər, göstərirlər bizə hansısa referensləri ki, hə belə istəyirəm, belə olmalıdır, bizdə də bu olsun. Amma başa düşmürlər ki, brendin məğzi, brendin ümumiyyətlə yəni və yaxud hansısa bir sifarişdə olsun, posterdir, loqodur. Bunun bir məqsədi ondan ibarət olmayaraq, sadəcə nələrsə qəşəng görsənir deyə, nələrsə yaxşıdır deyə istəyirlər, eləyirik. Sonra bunlar işləmirlər öz işlərində, yəni bunlar bir nəticə göstərmirlər. Bu hallardan sonra da həminki sifarişçilər geri qayıdırlar. Bu da iki tipə bölünür. Burada aqressiv sifarişçilər olur. Siz nə etmisiniz? Bu nədir? Qabaqdan gəlmişdiyiniz. Aha, bəli. Necə oldu bu belə? Siz elədiniz, alınmadı, yaxşı çıxmadı və s. tipli deyimlər olur. Ya da ki gəlir, artıq səhvini başa düşür, deyir ki, okey, mən burada bunu belə istəmişdim, amma gəlin siz dediyiniz kimi də bir yoxlayaq, görək necə olur. Bu hallar tez-tez qarşılaşdığımıza görə biz əvvəlcədən, yəni bir professional tərəfdən yanaşmada əvvəlcədən müştəriyə bildirməyə çalışırıq ki, baxın, siz bunu istəyirsiniz, amma bizim məsləhətimizdə xırda bir kiçik detallar da ola bilər, nələrsə dəyişə bilərik. Bu daha yaxşı tərəfdən baxıla bilər və yaxud bunu belə etsək daha yaxşı olar, məsləhətlərimi veririk, amma bayaq vurğuladığım kimi təəssüf ki, həmişə bu belə işləmir. İdeal müştəri gəlib deyəndi ki, sənə buraxıram. Əslində bu deyim də çox pisdir, çünki bu müştəri tam olaraq özünün nə istədiyini bilmir. Burada çox belə dilemmalara uğrayırıq. Niyə? Sonra məmnun da qalmayacaq. Əlbəttə. Burada bir neçə faktor rol oynayır. Çünki gəlir deyir, hə mən istəyirəm belə olsun, amma sizə buraxıram da, siz bu işin peşəkarısınız, siz eləyəcəksiniz, bacararsınız. Burada yenə də müştərilər bir neçə tipə bölünür, hansı ki, buraxırlar dizaynerlər, dizayner araşdırma aparır və öz zövqünə, öz experience-nə uyğun olaraq bir dizaynlar tətbiq edir. Bundan əvvəl də əgər bir peşəkar dizaynersə, müştəri ilə həmişə kontaktda olur. Yəni bir peşəkar dizayner sirri odur ki, hər bir etapda müştəriyə nələrsə göstərsin. Yoxsa hər şey hazır edib sonda nəsə göstərmək nəticəsində müştərinin də artıq məmnun olmaması yüksək faizdir. Beləliklə olur ki, müştərilər istəmirlər və yaxud əvvəlcədən nəsə eləyirsiniz, sonra göstərirsiniz, ayda bu nədir belə, niyə belə oldu, niyə bu nədir, mən istədiyim heç bu deyildi. Amma əvvələ qaydanda deyəndə ki, sizin özünüz elə bizə buraxdınız, dizaynerlərə buraxdınız ki, necə eləyək, bunu vurğulayanda, hə nə olsun, necə olsun, başqasına versəydim daha da düzgün, yaxşı eləyərdi və digər deyimləri gətirir çıxardır, hansı ki, yenə də bu problem yaradır. İdeal bir müştəri yoxdur, sadəcə ideal bir briefə yaxın gətirmək mümkündür, yenə də suallar verərək və müştərinin istədiyini tam anlayana qədər. Sənə buraxdım kimi söhbət yoxdur da, mütləq ki, iletişimdə olmalıyıq. Əlbəttə ki, yəni yaxşı bir nəticə əldə etmək üçün mütləq iletişimdə olmalıyıq. Tənbəl işidir o, sənə buraxıram. Sonra da istəmirsən, bu yazır. Nə istəyir, bu sənə buraxdım da hansını? Çox vaxt elə olur ki, yəni heç özləri də tam olaraq istədiklərini bilmirlər deyə buraxırlar, ya da ki, vaxtları yoxdur bununla məşğul olsunlar, bir ekspert olaraq görürlər, ya yaxud hansısa bir məsləhət olunmuş bir dizayneri qoyurlar ortaya. Məsələn, öz işlərimdə o qədər belə bir hadisələrə rastlaşmışam. Deyiblər ki, hə, sənə buraxıram, eləyərsən, bu belə olsun, hə, görmüşəm, onun tərzidə olsun. Otururam, ilk öncədən araşdırıram bazarı, ümumiyyətlə nə istəyir, hansı sahədəndir, nə tiplidir, olsun bir loqo, loqoya oxşar bir referenslərə baxıram, rəng tonları atıram və belə yaxınlaşdırıcı bir suallar verirəm ki, ən azından onun nə istədiyini tam olmasa da xırda-xırda suallar verdikcə özümə bir fayl olaraq yaradıb, bir brief kimi düzəldim ki, axırda bu nədir belə nəticəsini və sualını eşitməyim. Onun yerinə isə daha da bu dediyim kimi xırda-xırda kiçik-kiçik işlər görərək, göstərərək onun belə deyim, geri dönüşünü alaraq düzgün bir nəticəyə çatmaqdır. Dediniz ki, rəng tonlarını göndərirəm. Maraqlıdır ki, ən çox tərcih edilən rənglər hansılardır? Bu əslində insanların vizualı və rənglərin tələbatı trendlərə uyğun dəyişir. Hər il bu onun da trendi var hətta. Bəli. Əslində rənglər və rənglərin seçimi hər il trendlərə uyğun dəyişir və istəklər də, arzular da buna uyğun dəyişir. Məsələn, sifarişçilər baxırlar ki, bu il trendə uyğun rənglər hansılardır, onlara daha yaxın olun və yaxud baxırlar ki, hansısa şirkətlər, brendlər və digər afişalar olsun, loqolar olsun, hansısa bir rəng tonlarında olur və digər müştərilər də baxırlar ki, bu nə qəşəngdir və yaxud bu artıq trenddədir, buna uyğun bir sifarişlər verirlər. Bunun belə bir
proyekt var, Pantone və hər il Pantone bir rəng seçilir və insanlar daha çox baxırlar o rənglərə, deyirlər ki, bu deməli ilin rəngidir. Deməli ilin rəngi budursa, deməli biz də buna yaxın bir şey etməliyik və bu da gətirir çıxardır rəng psixologiyasına. Bu reallıqdır. Məsələn, mavi, yaşıl rənglər daha çox, yaşıl rənglər deyək, daha sakit, daha güvənilir verir. Mavi rənglər isə daha mavi tonlarda rənglər daha stabil, daha belə dürüst tərəfdən yanaşmağı və daha çox belə yaşıla uyğun psixologiyanı törədir və bu tür bütün rənglərin də öz psixologiyası var. Niyə görə biz gördükdə qırmızı rəngi daha çox belə qırmızı rəngdən biraz imtina eləyirik. Çünki illərdir qırmızı rəngi yox, cancel, reject tipli yerlərdə istifadə eləyirik deyə və yaxud yollarda ən çox gördüyümüz SOS, yəni bu birinci şiddətli şəkildə insanı çağırır ki, birinci baxsın, fikri ora yayılsın və Protox qırmızıdır bu arada. Deməli cəlb eləməyi bacarırsınız və o tərəfdən də bu yanaşma illərdir davam eləyir. Hətta yollarda belə stop işarəsini görəndə o da qırmızıdır ki, birdən bu rəngdə, yəni rəngin baxdıqda ilk olaraq yada düşən element nə olduğunu göstərir. Eynici ilə də yaşıl nə isə qəbul et, accept, yes tipli formalarda daha çox istifadə olunur və bayaq bildirdiyimiz kimi sakitliyi vurğulayır. Son zamanlar çox ətrafımdakı insanlardan da çox eşidirəm ki, nəyinsə nəyinə məşğulsan, qrafik dizayner kursuna gedirəm, UI, UX kursuna gedirəm. Bunu da deyirlər, bunu heç başa düşmürəm ki, hə, yaxşı. Bunu da bizə biraz gündəlik dildə izah edə bilərsinizmi? Bir də mənə nə maraqlıdır? Yəni niyə sırf qrafik dizayn sahəsində bu maraq yaranıb gənclərdə? Yəni nədən ötürüdür də biz ən çox onlardan bunu eşidirik? Əslində qrafik dizayna çox yaxşı vurğuladı. Son müddətlər UI, UX dizayna daha çox maraq artıb, amma bu başlayıb qrafik dizayndan. Bu bizdə hardasa 2016-2017-ci illərdən bu vaxta qədər davam eləyir. Çoxlu belə deyək tələblər və IT sahəsinə ilk açılış eləyə biləcək vizual tərəfdən rahat olan bir sahə olduğu üçün, mən özüm nələrsə yarada bilərəm və yaxud çoxlu rəssamlar var idi, incəsənət adamları var idi ki, bunun monetizasiya tərəfində problem yaşayırdılar və digər tərəflərinə baxırdılar ki, IT-yə getsəm, IT-də nə var? Qrafik dizayner var. Qrafik dizayner nədir? Girib biraz araşdırırdılar, baxırdılar, daha maraq yaradırdılar ki, bu başlasam, girib 2 dənə proqram öyrənərəm, oradan başlayaram. Bundan istifadə eləyib yerli kurslar olsun və yaxud digər kurslar olsun, artıq bu belə deyək, trendlərdən istifadə elədilər və başladılar çoxlu kurslar və tədris sistemləri yaratmağa, hansı ki, insanları çağırırdılar ki, gəlin qrafik dizaynı öyrədin və istər-istəməz deyimlər, məsələn, sizin özünüzün eşitdiyi kimi və bir dildən dilə yayılan böyük bir burada bir rol oynayır. Çünki dedikcə biz bunu marağı artırırıq, biz buna qarşı istəyi də artırırıq və tələbat beləliklə artır. Qrafik dizaynda da bir müddət, yəni inkişaf var idi deyə, uzun illərdir ki, buna tələbat hələ də var və bundan bir müddət əvvəl, demək olar ki, karantin müddəti, hamı evdə qalanda remote iş və onlayn işlərlə məşğul olanlar daha çox artanda bazarda baxıldı ki, mən çox vaxt eşidirdim ki, qrafik dizayn öyrənəcəm. Bəli, elə o vaxtlar başladılar ki, insanlar maraq otururdular ki, biz oturaraqdan, evdən çıxmadan və yaxud digər şeylər eləyərək rahat qazana bilərik və baxdılar ki, burada qrafikdən daha çox, indi istər-istəməz burada ikinci punkt da var, bu maaşdır və maaş bəlirtisi olanda baxırdılar ki, artıq qrafikdən daha çox UI UX başlayır qabağa getməyə. Qrafik dizayndan, yəni bir junior olaraq. Bunların fərqi nədir? Fərqi odur ki, qrafik dizayner loqolar, brendinqlər, istər afişalar və yaxud buna yaxın olan sahələrdə məhsul dizaynı ola bilər, bu tipli şeylərin yaradılmasında iştirak edir, rol oynayır. UI UX dizayn dedikdə isə burada istifadəçi interfeysi, istifadəçi təcrübəsi, yəni UI istifadəçi interfeysi, UX isə istifadəçi təcrübəsi, user interface, user experience dedikdə, burada veb saytların, mobil tətbiqlərin, hər hansısa bir platformaların dizaynı və rahatlığını
təmin etmək üçün işləyən bir insanlardır, UI/UX dizaynerlər. Fərqləri də ordadır ki, sadəcə nəsə rəng tonlarından istifadə edib hansısa bir brendinqlər də yaradıb bunu tətbiq etmirlər. Əksinə bir proyektin içərisində qrafik dizayner və UI/UX dizayner birlikdə işləyirlər. Hər hansısa bir sayt olsun, yenə dediyim kimi, və yaxud application, mobil tətbiq olsun. Bunu yaratdıqda artıq UI/UX dizayner, əgər bir şirkətdə qrafik dizayner varsa, ondan brendinqi tələb eləyir. Baxsın ki, loqo varmı, hansı rənglərdən istifadə eləyək, önə çıxardan hansısa bir brend elementlər var, yoxsa yoxdur. Bunları götürdükdən sonra artıq öz tətbiqinə və yaxud veb saytını qurmağa başlayır. Deməli, IT sahəsinə yönəlirlər ilk olaraq. Bu sahədə niyə yönəlirlər? Az çox təxmin edə bilir. O sahədə pul var. Orada da deyir ki, ən rahatı elə qrafik dizaynerdir. Ya da görsəllik var deyə maraqlı gəlir, ola bilsin. Bəlkə də asan deyil də. Deyir ki, davay bura yönəlim. Təxminən elə bəli, qısaca desək belədir. Burada maraq həm birinci növbəlikdə tez və sürətli bir zamanda öyrənməkdir. İkinci, buradan baxanda insanların psixologiyası ilə biraz daha istifadə edirlər, bu cür tələbatdan istifadə edirlər, kurslar açırlar. Bir 10-15 dənə kurs tanıyıram ki, hansı ki prosta kurs adı ilə, yəni qrafik dizayner kursu adı ilə nələrsə öyrətməyə çalışırlar, amma burada daha çox şablonlar, eyni tipli tədrislər və buradan çox da bir şey qazana bilməyəcəkləri və mən buna bir deyim deyirəm. Hər bir bizim belə deyək kolleqalar arasında belə bir şey deyirik ki, robotlaşmış dizaynerlər, hansı ki baxırsınız portfolyolarına, hamısı eynidir. Çünki hamı eyni kursa gedib, eyni şeyləri keçir, müəllim eyni şeyi izah edir və axırda 10 dənə CV gəlir və portfolyo gəlir. Baxırsınız ki, bunların fərqləndirməsi yoxdur. Çünki hamı da eynidir və bunlardan başa düşən kurslarda daha çox tələbat yaradırlar, daha çox keçirlər. İnsanlar düşünər ki, ayda IT-yə gedim, orada pul var. Ən çox da ən rahatı qrafik dizayni tədris eləməkdir. Ona görə qrafik dizayni seçilir və beləliklə artırdı. İndi də dediyim kimi UI/UX biraz trendə düşəndə, biraz ağızlarda olanda ki, bu sayt eləyək, app eləyək və digər şeylər yaradaq. Əsasən dediyim kimi karantin vaxtından sonra bu daha da populyarlaşdı. İnsanlar fikirləşdilər ki, UI/UX-də deməli daha çox pul olacaq. Həm bunu onlayn işləyə bilərəm, amma əslində qrafik dizaynı da remote şəkildə işləmək olur və bu səbəblərdən biridir. Daha da çox marağı yaratdı. Bunları görən əsasən yəni kurslar daha çox tədrislər yaratmağa başladı. UI/UX dizaynerlə indi öyrən, 1 aya, 3 aya, 6 aya dizayner ol, işə başla. Təəssüf olsun ki, bu reallıq deyil, bu reallıq. Xeyr, reallıq deyil. 1 aya öyrənə bilməz. Xeyr, təəssüf ki, bunun bir müddəti yoxdur. Əslində insandan asılıdır. 1 aya ki, ümumiyyətlə öyrənmək mümkün deyil. Bu böyük bir tədris sistemidir. Ən azından bir 6 aylıq bunun həm tədris tərəfindən, həm də ki, real bir praktika tərəfindən öyrənmək lazımdır. Çünki yenə də o həminki kursların işi sadəcə bunları yaratmaq, oradan tələbə yığmaq və istəkləri sadəcə nələrsə tətbiq etməkdir ki, baxırlar insanlar bunu istəyirlər, bunu verək. Amma ortadakı real nəticə yenə də qalır ki, bazarda çoxlu UI/UX dizaynerlər var, hansı ki, işsiz qalırlar və təbii ki də bunun sonu da ona gəlir ki, hamısının da portfolyoları yenə eyni olur. Yenə oxşar işlər, oxşar layihələr, kursu bitirdikdən sonra hamısının əlində sertifikatlar, digər nailiyyətlər olur, amma reallığa gələndə heç biri işlə təmin ola bilmirlər. Hansı insanlar ki, buna daha çox cəhd eləyirlər, daha çox həvəsi var və doğrudan marağı olur, prosta gedim kursa öyrənib işləyim, pul qazanım deyil də buna düzgün şəkildə yanaşır, bunlar iş tapa bilirlər. O kursların da qiymətləri əməli başlı cib yandıran olur. Siz kurs keçirsiniz? Mən bir kursda mentor köməkçisi, yəni müəllim köməkçisi, mentor olaraq təcrübə almışdım. Sonra isə başa düşdüm ki, siz dediyiniz kimi sadəcə cib yandırmaqla məşğuldurlar və bundan başqa sadəcə bir pul tələsidir. Düzdür, sözsüz ki, bütün kurslara bunu şamil etmirəm. Lokal bazarda da yaxşı kurslar var. Təəssüf ki, çox azdır, amma var. Bunlarda da nəyə görə deyirəm ki, var. Çünki burada yaxşı müəllimləri tanıyıram, tədris eləyənləri tanıyıram və oranın ümumiyyətlə qurulmağının səbəblərini bilirəm deyə oradakı tədrisin də və sonraki təminin də və iş təmini olsun, istər digər şeylər olsun, o tərəfdən yanaşmalarının düzgün olduğunu bildiyim üçün bunu deyə bilərəm. Özüm isə individual olaraq hazırlaşmağı daha çox tərcih edirəm. İndividual olaraq hazırlaşdırıram. Çoxlu tələbələr var idi ki, hansı ki, kursdan yox, daha çox belə individual yanaşmaq istəyirdilər. Bunları götürürdüm. Silabus yaratmışdım. Hansı ki, illərdir bunu demək olar hər il getdikcə artırıram, getdikcə dəyişirəm və buna uyğun olaraq da kimisi istəyi olduqda bunu eləyirəm. Hal-hazırda təəssüf ki, müəllimliyə vaxtım yoxdur, amma karyeramı demək olar 2019, 2020, 2021 aralığında daha çox bu ilə məşğul idim. Həm bu karantin vaxtı, həm onlayn qoşulanda bunları eləyirdik və bu nəticələrdən bir şey çıxarda bilərəm ki,
biz orada real experience və real işlər üzrə keçdiyimiz nələrdənsə əsaslanırdıq. Bunu yaradanda, yəni öz fikrimdən nə isə yaradım, beynimdə düşündüm, araşdırma eləyim ki, hansı kurs nəsə yaratdı, ona uyğun tədrisini eləyim yox, daha çox öz experience-imdə özüm keçdiyim yoldan baxırdım. Digər müəllimlərlə məsləhətləşirdim. Çoxlu fokus qruplar eləyirdik, yığışırdıq demək olar bir yerə müəllimlərdən. Onlardan məsləhət alırdım, hansı ki, illərdir artıq tədris keçirdilər. Onlar da öz fikirlərini bölüşürdülər. Mən öz fikirlərimi bölüşürdüm ki, mənim yanaşmam biraz fərqli olurdu ki, nə isə bir tərəfdən məlumatın verdikdə sadəcə o məlumatları verərək davam etmək yox da, bunun məlumat verdikdə dalınca işi verib, o işin nəznində artıq bir nəticə çıxartmaq idi. Bəli, çünki çox məlumat verdin, çox məlumatı o öyrənməyəcək onsuz da, yığılacaq orada qalacaq. Tələbə kimi özümdən də bilirəm. Ya da ki, otururlar, baxırlar ki, okey, burada axırı nə olacaq, imtahan verəcəm və yaxud hansısa bir kvizlərdən keçəcəm. İmtahanla yoxsa ümumiyyətlə öyrənmirik heç nə. Maraq da yaranmır. Sadəcə baxırlar ki, imtahan verməliyəm. Burada da 2-3 dənə yol açılır ki, baxır biri, necə yola bilə bilərəm, görəsən necə öyrənim ki, bunu tez bacar eləyim, ya da ki, əzbərləyim, onsuz imtahan düşəcək, orada seçəcəm variantları, keçəcəm və yaxud da biri oturub fikirləşir ki, ayda mən nəsə bir səbəb fikirləşirim ki, bu səbəblərlə bu imtahanlarda elə bir nəticə yığım ki, mənə çox da təsir eləməsin, müəllim başa düşər, bəzi müəllimlə ünsiyyətimi yaxşı tutum, amma təəssüf ki, bunların hamısında, yəni bütün yanaşmalar demək olar ki, yaxşı nəticə gətirmir əgər bu ciddi olaraqdan bir insanın öz istəyində yoxdursa. Çünki biz nəsə bir şeyi tədris edəndə, kiməsə bir şeyi öyrədəndə çalışırıq ki, biz bunun yəni öz tərəfimizdən də yanaşaq. Biz bir şeyi ancaq elə məlumatın alsaq, məlumatı saxlasaq özümüzdə heç bir nəticəyə çıxmayacaq. Öyrənək, amma bir şey tətbiq etməyi bacarmasaq, bu nəticə vermir. Praktika önəmlidir deyirsiniz. Bəli, praktika çox önəmlidir və tədris sistemində də çalışırdım ki, nəzəridən geri qalmayaraq praktikanı tez istifadə edək. İşdən, işsizlikdən və s. bundan da danışdıq. Burada danışırıqsa, freelance platformalara da dəyinmədən keçə bilməyəcəyik. Upwork kimi saytlar ki, mən özüm o saytlarda çox fırlamışam, çox dolanmışam. Skamlarla dolu bir saytdır. Həm də Hindistanlılar və Pakistanlılarla dolu bir saytdır. Onlar sizin bazarınıza necə təsir eləyir və yəqin ki, bazarı öldürürlər, bu da var. Bunu ümumiyyətlə bu barədə nə deyə bilərsiniz? Bu barədə nə fikirləşirsiniz? Bəli, bu təəssüflər olsun ki, acı bir reallıqdır və freelance platformaların bütün hissələrində bu görsənir. İstər Upwork olsun və yaxud digər platformalar olsun. Çünki illərdir həminki elə vurğuladığımız Hindistanlılar, Pakistanlılar və digər az bir miqdarda, az bir pul mübadiləsində bu işləri götürürlər və bazarı öldürürlər. Bu dediyim kimi çox əslində qıcıq verici bir problem idi. Hansı ki, bir insanlar girirlər, özlərinin hər bir işini qoyurlar, yüksək səviyyədə, yəni peşəkarlar belə girirlər, nələrsə eləyirlər. Amma bir sifarişçi gəlir, baxırsınız ki, bir sifarişdir, loqo olsun, sadə bir şey götürək, bir qiymət qoyub, qiymətə uyğun olaraq da sifarişi götürən olur. Girirsiniz, ora apply edirsiniz, baxırsınız ki, bütün istəklərinə uyğundur, portfolyonuz onsuz əvvəlcədən yüklü olur deyə sifarişçi artıq baxır. Amma bir də ortada Hindistanlı peyda olur. Gəlir deyir ki, bu tutalım ki, $100 sifarişi eləyəcəm $50. Artıq sifarişçi burada istər-istəməz baxır ki, okey, bu $100 deyir, $50 deyir. Burada bir neçə istifadəçi, belə deyək, sifarişçi daha doğrusu növünə bölünür. Biri başı çıxanlardır, hansı ki, doğrudan da yaxşı nəticə istəyirlər. Digərləri isə bəli, digərləri isə sadəcə iş olsun və ucuz olsun və tez olsun baxırlar. Təəssüf ki, ikinci punktda olan vurğuladığım sifarişçilər daha çoxluq təşkil eləyir və bütün bu platformalarda onlar doldurur. Buna görə də baxırlar ki, okey, bu daha ucuz eləyir, gedim buna. Bunlar da ucuz eləməklərinin səbəbləri oradadır ki, onlar üçün bu valyuta mübadiləsi çox böyükdür. Yəni bizim üçün tutalım $20 və onlar üçün $20 çox böyük fərq eləyir. Həmçinin də $100 və digər bir qiymət mübadilələri və bunlar da daha çox artmağının səbəbi odur ki, onların həm analitik tərəfdən, yəni bu tərəfi də vurğulamaq lazımdır ki, Hindistan, Pakistan tərəfləri bütün böyük IT şirkətlərində IT hissələrin komandalarının çoxluğunu təşkil eləyir və onlar da baxırlar ki, okey, böyük ekspertlər ordadırlar. Biz girək freelance bazarına, freelansı ələ keçirək və heç kim gəlib onlardan aşağı qiymət salan olmayacaq. Məsələn, öz bir experience-imdən bölüşüm. Təəssüf ki, çox tez rastlaşırdım belə şeylərə və freelance platformalarına çıxmağımın səbəbi də elə bu oldu ki, mən baxırdım və orada görürdüm ki, daha çox gəlirdi, sifarişi öldürürdülər, qiymətləri öldürürdülər. Bir sifariş götürürdüm, son bir sifarişlərimdən deyim, $500 təxmini
qiymət qoymuşdular və dizaynerlər girib ora öz qiymətlərini də bir request eləyə bilirlər ki, mən bu qədərə eləyəcəm. Bir Hindistanlı gəldi, dedi ki, mən onu $100 eləyəcəm. Burada digər bütün kim ki ora apply eləmişdi, hamı geri çəkildi. Bir neçə nəfər qalmışdı. Bunların arasında da fərqli ölkələrdən var idilər. Həminki Hindistanlı isə davam eləyirdi, elə öz qiymətində qalmışdı. Sifarişçi də təxmini istəyirdi ki, elə o ilə davam eləsin. Baxdı ki, ortalama portfoliosu da pis deyil. Burada ucu daha çox problem yaradır. Çünki normalda portfolioya baxırlar və deyirlər ki, aha, bunun portfoliosu daha yaxşıdır. Deməli buna daha güvənilirdi. Baxır bu birisinə. Amma bir Hindistanlı olsun, portfoliosu da güclü olsun, yaxşı olsun, onda bu ucu yəni sifarişi nə istəyir? Sifarişi demək olar ki, apardı. Və burada baxırdım ki, prinsip olaraq girdim bu Hindistanlı ilə prinsipə. Dedim ki, sən $100 eləyirsən, okey, mən $80 eləyəcəm. Və beləliklə baxdım ki, axırda iş gəldi $50 qədər düşdü. Yəni bunu ilkin bedava eləyəcəksiniz. $500-dan $50 gəlib çatanda 10 qat qiymət düşməyi artıq mənə əziyyətinə belə dəymirdi. Gördüm ki, bu hətta o tərəfə də keçdi. Bunu $30 elədi. Orada çəkildim artıq sifarişinə, dedim ki, okey, elə. Yəni ilkin onsuz sən bu başqa qiymətə başlayacaqsan, amma indi başqa qiymətdir. $70 itirdi. Arada o da $70 itirdi. Biraz rahatlıq gəldi ki, okey, sən də itirmiş oldun nəysə. Amma bu hallar tez-tez rastlanırdı deyə Çox zəhlə tökəndi. Dəhşət, yəni hər bir platformalara zəbt ediblər, ələ keçirirlər və bu cür sifarişləri artıq qəbul etməkdə çox çətin olur. Skamlar da dolu olur deyə bayaq vurguladığınız kimi biz baxırıq ki, bu sifariş verən də düzgün olsun. Çünki çoxlu pul maxinasiyaları da olur. Sifarişlərin ödənişlərinin problemləri və digərləri. Çünki bizim bu pulu qəbul etməyimiz bu platformalardan çətindir və bu halları qarşılamaq üçün biz bir neçə dənə məsələn onlayn walletlərdən istifadə eləyirdik. PayPal falan yoxdur bizdə. Aha, təəssüf ki, yoxdur və bu səbəblərdən də yenə də gecikmələr olurdu və digər şeylər olurdu, amma Hindistanlı və Pakistanlılara çox rahat idi ki, girirlər, işlərini görürlər, götürürdülər pullarını da və daha da çoxalırlar. Özləri də girirlər bu işlərin sahəsində, baxırlar ki, klient bazası yığırlar, reviewlar alırlar və bir sifarişçi də baxır ki, aha, bu 10 dənə iş görüb. Bir də baxır ki, bu 2000 dənə iş görüb. Amma o detallarına baxanda ki, 2000 dənə işi görüb, amma o işlərin arasında çoxlu qiymət öldürmələr və yaxud çox aşağı qiymətdə sifarişləri götürmələr də oludur. Amma bir sifarişçi olaraq məsələn özümüzü götürsək, biz baxırıq ki, aha, bu daha çox iş görüb, daha çox reviewsu var, daha güvənilirdir deməli. Amma qıraqda qalır doğrudan da peşəkar bir yaxşı bir dizayner, hansı ki bunların bu səbəblərdən, onların səbəbindən az sifariş götürür, amma yenə də şübhə yaradır. Aha, amma şübhə yaradır təəssüf ki. Ödəniş problemləri ilə bağlı. Bəli, freelance ilə ora gələcəkdir ki, ödəniş problemləri də yəqin ki yaşayırsınız. İlkin ödəniş burada rol oynayırmı, məsələni həll eləyirmi? Çünki mən bu barədə çox şikayətlər eşidirəm ki, nə qədər iş gördüm o adam üçün, amma pulumu ödəmədi, qaldı. Bunda qruplar var, sosial media marketinq qrupları. Orada azərbaycanlılar da qiymət öldürür bu arada. 10 dənə videonu montaj edəcəm 100 manata, elə qiymət öldürürlər və şikayətlər də çoxdur ki, freelance iş gördüm, pulumu almadım. Siz necə bu barədə çətinlik yaşamısınızmı? Qiymət öldürməni yəqin ki, Hindistanlılardan öyrənmişsiniz və o cür platformaları görəndə bu cür hallara isə yanaşmam deməyim odur ki, təəssüf ki, bu da bir reallıqdır. Çox müddətlik, uzun müddətlik hətta bu problemin aradan qaldırmağının düzgün bir həll yolu yoxdur. Bir şey tapmırdılar. Hər individual olaraq kiməsə güvənirdilər. Platformaları qoysaq qırağa, orada odur ki, yəni bu onsuz ödəniş sistemi müqavilə əsasında və belə deyək, secure tərəfi olurdu ki, bunun skam tərəfi daha da riski azaldırdı. Yəni sifarişin fake olmağı ehtimalı və yaxud ödənişin fake olma ehtimalı var idi. Amma yenə də bir platform üzərində olanda platformaya şikayət edəndə ya pulu qaytarırdılar, ya da ki sifarişi ləğv edirdilər yarıdan. Düzdür, o qədər bir hal olub ki, mən özüm də yəni Upwork-ın özündə işləmişəm. Sifarişi götürdüm, təhvil verənə yaxın sifarişçi getdi. Düzdür, onu blok elədilər və bir də daxil ola bilmədi ora, amma işlədiyim bütün saatlar və əmək ortada itdi. Bu və digər hallarda, məsələn, lokal bazarda desək, lokal bazarda çoxlu problemlərə gətirirdi. Necə ki, məsələn, sifariş verirdilər, həm filankəs yazdı, dedi ki, mənə bu lazımdır, sənin əlaqə nömrə verdim, yazacaq. Bu hallarda yazır insan, hə, mənə bu lazımdır, sən filankəs məsləhət verdi. İstər-istəməz ortada bir insan olurdu ki, güvənilir bir insan. Buna güvənilir, deyir ki, okey, bu sifarişi götürəcəm, eləyəcəm, başlayırdıq işə və nələrsə eləyirdi. Ortada sifarişçi deyir ki, həbs ödəyəm. Mən istəmirəm və yaxud cavab vermir. Nəticəni atırsız, bloka atır və digər hallarına tez-tez rastlaşırdım. Başa düşürdüm ki, bunun qabağını almaq üçün nəsə bir metod eləmək lazımdır mütləq bir şəkildə və illər keçdikcə başa düşdüm ki, bunu sərt bir şəkildə etməsək lokal bazarda heç bir nəticəyə gətirməyəcək. Sərt bir şəkildə deməyim ondan ibarətdir ki, bunun əvvəlcədən qarşısını almaq. Bu avans
ilkin ödəniş və mən dediyim 50%-ni ödə sistemi ilə eləyəndə daha çox realdır. Burada da yenə də əslində bölünür sifarişçi tipləri. Çünki çoxsu deyir ki, niyə görə əvvəlcədən nəsə ödəniş eləyim? O da fikirləşə bilər ki, bu fırıldaqdır. Əlbəttə, amma burada mən özümü daha çox fikirləşirəm. Bir dizayner tərəfdən, bir peşəkar tərəfdən ki, mən bu sifarişi almaya bilərəm, amma bunu alım, vaxtımı sərf eləyim, nə qədər vaxt getsin, sonra bu istəməsin, sonra ya axırda gəlib qiymət öldürsün və s. Yalandan desin, bəyənmədim, ödəməsin. Bəli, və s. problemlər olsun. Burada mənim bütün əziyyətim heçə gedəcək, vaxtım və digər sərf elədiyim resurslar. Ona görə bunu olmaması üçün əvvəlcədən özümə deyirəm, kimsə mənimlə işləmək istəmirsə 50% ilkin ödənişdən, lazım deyil deməli mənə bu sifariş, bunu götürməyim. Kim ki işləmək istəyir və davam etmək istəyir, bu ilə bunu tətbiq edir və mütləq şəkildə də müqavilə imzalanması, xidməti müqavilə imzalayıram öncədən hər bir sifarişi götürdükdə. Çünki burada istər-istəməz həm vergi tərəfindən təmiz olmaq lazımdır. Çünki hər bir sifarişi götürdükdə bunun arxasında dayanmaq dizaynerlər arasında problemdir və IT-də daha çox problemdir ki, tanışlar da bir-birimizə pul atarıq, amma bunlar başa düşmürlər ki, gələcəkdə bu böyük bir layihə olduqda və digər bir şey olduqda. Nə olur, tanışlardan olur. Əslində elə olur ki, onlara problem yaradır. Deyir filankəs Hafiz düzəldib mənə. Ondan soruşun, o nəsə götürüb. Baxırlar ki, pul atır, kart eləyir ya da gəlir belə nağd verir nəysə. Biz bunu götürür, heç nə eləmir. Amma mən bunun həll yolu kimi bir müqaviləyə keçmişəm, xidməti müqavilə. Mən daha çox advokatlar və mühasiblərlə işləməyi tərcih edirəm. Bir forma doldururuq və bu forma əsasında biz həm sifarişçi tərəfi, həm özümüzü qoruyuruq və bu tərəfdən heç bir ödəniş problemləri də yaşamırıq. Burada bəndləri qeyd edirəm ki, bizdən sizə təhvil verilən olan punktlar, tutalım bir branding götürmüşüksə, brand bookdur, bunun içindəki mood boardlar və digər elementlər olacaq. Artıq sifarişçi tərəfindən də bizə gətiriləcək punktlar olur ki, ilkin ödəniş və ödənişi sonda biz hər şey təhvil verdikdən təsdiq olunmuş vəziyyətdə burada artıq ödənişin qalanını da alırıq. Bunu görən sifarişçi yenə də bir tərəfdən ya qorxur, ya da ki baxır ki, əla, bu hər şeyi aydın eləyirsə, birisi gün mənim də əlimdə bu dokument var ki, əgər bu sifariş çatmasa, deməli mən də gedib hər hansısa bir qurumlara müraciət eləyib bunu geri ala bilərəm. Həm öz pulumu, həm vaxtımı, həm digər şey resursları. Deməli, vergisini ödəyənə qorxu yoxdur. Müştərilər də baxmalıdır ki, əgər müqavilə verirsə, demək ki, güvənilir insandır, iş görmək olar. Hafiz bəy, sizcə dizayn insanların qərarını dəyişdirməkdə rol oynayırmı? Yəni eyni məhsulu iki fərqli qutuda, iki fərqli dizaynda təqdim etmək nəsə bir rol oynayarmı, nəsə bir dəyişiklik yaradarmı? Bəli, yaradar. Əslində dizayn çox güclü bir alətdir. Bunun düzgün istifadəsində və düzgün tətbiq edildikdə bu hallarda çox böyük rol oynayır. Misal olaraq götürsək, iki dənə eyni məhsul, amma fərqli dizaynlarda, daha yaxşı rəngdə, daha yaxşı fontda, yəni şriftdə deyək, daha yaxşı yerləşmələrdə və insana daha rahat olacaq formada olduqda biz otururuq baxırıq ki, bu məhsulu yoxsa o məhsulu seçim. Birinin dizaynı çox qarışıq olur, çox tünd olur və yaxud çox vizual tərəfdən insanı çəkmir. Bəli, çəkmir. Daha çox baxırıq ki, dizaynı birinci yaxşı olsun. Çünki istər-istəməz insanın qəbul edəcəyi vizual tərəfdir ilk növbədə. İlk gördüyü budur da, ilk gördüyü qəşəng olmalı. Vizual tərəfdən də burada yenə də psixologiya böyük rol oynayır. Ən azından misal verim, bir mağazaya getdikdə biz vitrinlərə baxırıq. Qrafik dizaynda da və məhsul dizaynında da vitrin fəlsəfəsi var ki, bu vitrində necə görsənəcək. Biz ən azından 20-25, yəni bir aralığında, santimetr aralığında bunu görməkdənsə 1 metr, 2 metr aralıqda gördükdə fərqləndirən biliriksə, deməli bizim məhsul digərindən fərqlənir və daha çox cəlb edir. Bizim yerli bazarlarda bu tətbiq olunur, çoxlu məhsullarda və brendlər çalışırlar ki, bir-birlərinə yarışsınlar və daha yaxşı, daha tez məlumat ötürə biləcək bir məhsul yaratsınlar ki, çoxlu yazılar olmasın, çoxlu qarışıqlar olmasın və ön tərəfi, yəni insanı birinci gördüyü tərəf, psixologiya necə həkk olunursa, o cür tərəfdən yanaşmağı seçirlər və çalışırlar ki, burada daha rahat, səlis və aydın bir dizayn qeyd olunsun. Çünki bu hallar olmadıqda insanın əgər yaxşı bir məhsul olsa belə, bunun istifadəsindən çox uzaqlaşdırır. Bizdə çünki bazarda, bu da bu arada regiondan regiona fərqi çox böyükdür. Bizim bazarda, bəli, bizim bazarda təmiz fərqlidir, Avropa bazarında biraz yanaşma fərqlidir və bir də Asiya bazarı var. Burada ümumiyyətlə biz bayaq vurğuladığımız UX yanaşma tamamilə fərqlənir. Orada görə bilərsiniz ki, onların məhsullarının üzərində çoxlu yazılar var, çoxlu qeydlər var hər tərəfində. Amma
Avropa tərəfi daha çox çalışır minimalist tərzi qorusun, məlumatın əsas şirkət olsun, məlumatın xırda detalları olsun, göstərən tərəflərdə və böyük tərəflərdə, qıraq tərəflərdə daha detallı olsun. Bu da ki, yenə də o tarixin gəldiyi, formalaşdırdığı bir psixologiya tərzidir ki, nələr daha çox tələb olunursa insanlar tərəfindən dizaynda da onu tətbiq edirik məhsullarımızda. Asiyalılar deyir ki, bunun üstə çox yazı var, daha maraqlıdır ya nəsə daha Çünki önəmlidir. onlar məlumatı daha çox və daha tez qəbul etmək istəyirlər ki, mənə lazımdır ki, bunun necə istifadəsi belə hətta məhsulların üzərində onlarda qeyd olunur və baxmaq lazımdır ki, bunun tərkibi, təkcə tərkibi yox, bunun gəldiyi tərəf, yəni bunun arxasında duran ümumiyyətlə tarix nədir, hardan və nə cür gəlib, nə cür yaranıb, istifadəyə nə cür verilir və ingrediyentlər hamısını bir dəfə almaq istəyirəm. Bəli. İndi isə keçirəm digər sualımıza. Bu sualımız bizim artıq standart suallarımızdan birinə çevrilib. Hamıdan bunu soruşuram. Diyetisyendən, nə bilim, fitness treynerdən ki, süni intellekt sizi qorxudurmu? Süni intellekt dizayn sahəsinə giriş edib artıq məncə edib. Sizi necə bu sahədə bu qorxudurmu? Yəni artıq bizim işimiz əlimizdən gedir, bizdən daha yaxşı eləyəcək və s. belə şeylər varmı? Tez-tez eşitdiyimiz suallardan biridir, yəni bütün insanlar tərəfindən. Çünki hamı düşünür ki, nələrsə əvəz edəcək, nələrsə qabağını alacaq. Mən belə düşünmürəm, qorxmuram. Əksinə süni intellekt bizim işi və dizayn işində beləliklə sürətləndirən bir alət kimi görürəm, hansı ki, sadəcə düzgün şəkildə istifadə olunub bir dizaynerin çox böyük bir dəstəkçisi ola bilər. Yəni süni intellekt alətlərini biz istifadə edərək öz ideyalarımızı daha tez vizuallaşdıra bilərik, daha tez reallaşdırırıq və bu şəkildə oradan həm ilham mənbəyi kimi oradan götürə bilərik, həm referens kimi götürə bilərik, həm daha maraqlı, daha tez, daha sürətli nəticəyə çata bilərik deyə mən bunu belə görmürəm. Qorxudan tərəfi də yoxdur, çünki istər-istəməz bir insan olmalıdır ki, bu aləti istifadə edə bilsin. Hal-hazırda hələ ki ora gəlib çatmamışıq ki, süni intellekt öz tərəfindən emosiyaları icra edib özü qərarlar versin. Biz lazımıq ki, burada fərqi yoxdur, hansısa bir süni intellekt platforması olsun. Orada istifadə etdikdə biz özümüz bir prompt yazaraq bu nəticəni alırıq deyə bu bizim işimizi əlimizdən almağı yoxdur. Mən bunu daha pozitiv tərəfdən baxıram ki, daha çox rahatlaşdırır, sürətləndirir, daha çox digər insanlara da yol açır ki, ümumiyyətlə dizayn anlayışına, vizuallara və digər yaradıcı tərəfdən başqa cür baxmağa çalışsınlar və işi də rahatlaşdırdığı üçün bu dizaynerin əslində düzgün şəkildə istifadə olduqda yaxşı bir dostudur. Məsələn, bildiyimiz kimi son dövrlərdə süni intellekt və süni intellekt alətləri trend olublar. Hamı bundan istifadə etməyə başlayır. Heç dizayner olanlar, olmayanlar və ümumiyyətlə həminki sahələrə, istifadə sahələrinə yaxın olan və olmayan insanlar da bundan istifadə edir. Məsələn üçün image to text, yəni ya text to image, yəni yazının şəklə çevrilməsi, yazının video çevrilməsi, yəni burada da yazıda bayaq vurğuladığım promptlardır. Bunlar dedikdə çoxlu alətlər insanların fikrinə gəlir. Çoxumuzun da bəlkə istifadə elədiyi bu alətlər olurdu ki, mobil telefonlara yükləyirdi, şəkillərə hansısa bir tərz verirdi, hansısa bir stildə dəyişirdi və bu tərəfdən baxanda çox süni intellekt yanaşması yoxdur. Daha çox bunu eləsin, o olsun, bu effekti gətirsin və yaxud nəsə videolar yaratsın. Yazım ki, tutalım mikrofon burdan əriməyə başladı, stola getdi və stol qara rəngdə olub. Bu promptu yazırıq və bunu istifadə edirik. Bu da trendlərə uyğun gedir. Sosial platformalarda baxırıq ki, indi bunu eləyirlər, biz də bunu eləyək, bu tətbiq eləyək. Amma bu əslində daha böyük bir tarixi var arxasında. Çünki biz süni intellekt yeni tanınmağa başlasa da bu illərdir ki var. Bizim bir neçə süni intellekt alətlərimiz var ki, hansı ki istifadə edirik. Məsələn, mən şəxsən olaraq Midjourney, Stable Diffusion və bunun tipli vizual alətlərdən istifadə edirəm ki, text to image, yəni bir prompt yazaraq şəkil əldə edeyim. Burada da öz proyektlərimdə bunu istifadə eləmək, götürüb hardansa onu istifadə eləmək yox, baxıram, vizual xoşuma gəlirsə, onun üzərində işlər görürəm və yaxud ona yaxın bir vizual yaratmaq üçün bu mənə çox kömək olur. Bir baza yaradır, sizə kömək edir biraz. Bəli, baza yaradır. İdealdır ki, yəni moodboardlar üçün hər bir tərəfdən yüksək keyfiyyətli nəticələr verir deyə artıq bu daha çox o mobil tətbiqlərdə istifadə etdiyimiz süni intellektlər yox da, biraz daha professional və bizim peşəyə daha yaxın olan nəticələr çıxartmaq üçün kömək eləyir. Bunun tipli bir neçə dənə var. Runway,
bu videoları yaratmaq üçün çox gözəl bir platformadır. Onun daxilində tekstdən image yaratmaq da var. Və bu cür sahələrdə istifadə olunmağı əslində həm bir dizaynerin və ümumiyyətlə IT sahəsində çalışanların çox yaxşı bir dəstəkçisidir. Hamımızın da bildiyi ChatGPT və ChatGPT tərzli mətn tərəfdə, yəni mətn veririk, bir hansısa request atırıq. O bizə hər gündəlik, həm digər tərəflərdən kömək eləyir. Bunu əslində dizaynerlər də düzgün tətbiq etdikdə öz işlərini çox rahatladırlar. Burada həm istər qrafik, həm istər UX tərəfdən olsun, öz işlərini əvvəlcədən bildirirlər, nələr eləmək istədiklərini və yaxud ideyalar olmayanda ideya üçün brainstorming eləmək, yeni bir şeylər yaratmaq və yaxud hansısa tərəfdən düzgün yolu göstərməyi, UX tərəfdən isə bu daha çox UX yazılmaqları, necə bu düzgün istifadəçinin rahatçılığına çata biləcək yolu göstərməyi və digər problemlər həll etmək üçün çox yaxşı bir alətlərdir. İndiki günümüzdə bu cür bir, demək olar, 100-ə yaxın bir alət var ki, onlayn şəkildə biz hamısını tapa bilərik. Hətta elə bir saytlar da qurublar ki, bütün bu süni intellekt alətlərini bir yerə yığır. Bir sayta girirsiniz. Səhv etmirəmsə Future Labs. Ora girdikdə bütün digər hamısını görə bilirsiniz ki, hansı kateqoriyaya uyğun hansı süni intellekt alətləri var və bunları istifadə etdikdə əslində nəticəyə daha yaxşı və daha yaxın oluruq. Dünən şəkillərimi düzəltdiyim tətbiq Future Lab. Ürəyim gedirdi o şeylərdən. Barbie. Bacaqlarımı düzəltmişdim. Və bunun istər-istəməz bir qorxu tərəfində vurğulamaq istəyirəm. Qısa bir şəkildə demək istəyirəm ki, belə bir layihə var. AI Lab tərəfindən icra olunur. Xaricdə hal-hazırda Amerika və Avropa alimləri tərəfindən bu araşdırmalar aparılır. AI 2027. Qısa bir şey desək, AI-ın 2027-yə qədər hansı nəticələrə çatacağını və nələri edə biləcəyini, hansı gücə sahib olacağını göstərir. İndi göstərir ki, 2025-in ilk yarısında, yəni indiki yarısında biz artıq AI agentlər formalaşdırırıq. AI agentlər nədir? AI agentlər hansısa bir işlərin avtomatlaşdırmaq və bu prosesləri sürətləndirmək və artıq insan və yaxud istifadəçinin rolu olmadan avtomatik hamısı olur. Məsələn, baxırsınız ki, bəlkə də qabağınıza çıxıb hansısa bizneslər bunu istifadə eləyir. Sifariş gəlir, bir sifarişi avtomatik olaraq həminki AI agent götürür, icra eləyir və baxır ki, hansı etaplardan keçməlidir. Və bir neçə dənə alətlərdən, heç bu süni intellekt alətləri olmaya da bilər. Baxır ki, birinci zakaz gəlib, tutalım bir restorana. Zakazı baxır ki, okey, zakazı göndərməliyəm ora, bu alətdən gəlməliyəm, baxmalıyam menyuya, var yoxdur, onu baxmalıyam stok tərəfdən. Sonra bu sifarişi ötürə biləcəyim tərəf kimlərdir, məsullar, şəxslər və beləliklə bir sıralama olur. Və bu bütün prosesləri avtomatlaşdırır bu AI agentlər. Bu verdiyim çox sadə bir misal idi. Bunu böyük belə deyək, misallarda, böyük yerlərdə istifadə etməyə başlayıblar. Mən özüm də istifadə edirəm. Məsələn, poçtuma gələn mailləri avtomatik olaraq bölürəm ki, bu iş tərəfdən gəlib yaxud hansısa bir reklamdır, digər şeylərdir. Reklamdır, promotiondur və s. Bunlar hamısı silinir. Hətta yenilikcə bu ay səhv etmirəmsə, Chrome daxili də xırda bir extension yaradılmışdı bu agentlər üçün ki, artıq avtomatlaşdırmanı üst səviyyəyə gətirirlər. İndi bu 2025-dən danışırıq, amma 2027-yə qədər bu AI agentlərin hansı gücə sahib olacaqlarını araşdırdıqda, həminki daha detallı, ətraflı keçid edib özünüz araşdıra bilərsiniz, baxa bilərsiniz. Amma qısaca desəm, burada artıq AI-ın daha çox nələrisə özü qərar verdiyini və insanların burada rol oynamadan nələrisə etdiyini göstərir. Hansı ki, biz indi də onu görürük, bayaq dediyim AI agentlər kimi ki, insan burada heç nə eləmir, əvvəlcədən qurub və artıq burada insanın istədiyi emosiyada, tonda, tərzdə və lazım olduğu işləri görür. Bu artıq bir özbaşınalıq formasını aldıqda çoxlu əslində biraz daha qorxuducu nəticələrə gətirib çıxarda bilər ki, bunu da 2027-nin axırına proqnoz ediblər ki, 2027-nin axırında robotlar dünyanı ələ keçirir nəhayət. Bəli, buna əslində doğrudan da buna gətirib çıxardır ki, çoxlu həm texnologiya tərəflərdən, həm digər tərəflərdən artıq insanın heç bilib, baxıb, başa düşə bilməyəcəyi şeyləri AI-lar illər öncədən artıq tətbiq eləmiş olacaq və beləliklə o agentlər insanlara heç bildirmədən ki, bunlar AI-dırlar, insanlarla nələrdənsə istifadə edəcəklər
Düzdür, qorxulu səslənir. Sadəcə burada bir məsləhətim və bu yolla bir şey odur ki, daha doğrusu deyə biləcəyim bir şey odur ki, AI ilə maraqlanmaq lazımdır, məlumat almaq lazımdır AI bizim dostumuz deyil. əksinə AI ilə dost olmaq lazımdır. AI-yə pis davranmamaq lazımdır. Çünki istər-istəməz bütün məlumatlar, bütün datalar orada. Pis davranmıram. Və bütün məlumatlar orada qalır deyə biz onlardan sadəcə düzgün necə istifadə edə bilərik, bunlara baxmalıyıq. Sadəcə ilhamlanaq. Yekun nəticə gözləməyək. Belə. AI podkast apara bilməz. Əslində baxırlar, orada bir AI var, sinteziya. Burada insanların modellərini yaradırlar və insanların modellərindən artıq istifadə edirlər, avatar kimi göstərir. Avatar da arxada bütün bu həminki AI agenti qoşublar ora podkast aparır. Evet. Hazır cavab ola bilərmi bakalım belə. Hafiz bəy, bizim podkastımızın baş sponsoru da 24/7 tətbiqidir. 24/7 tətbiqinin də belə bir loqosu var. İstəyirəm onu da yorumlayasınız, öz fikrinizi bildirəsiniz, bizə maraqlıdır. Amma səmimi olun, yəni pis yaxşı hər bir yoruma açığıq biz. Tam olaraq 24/7 nə ilə məşğuldur? 24/7 peşə sahibləri və sifarişçiləri birləşdirir. Yəni peşə sahiblərinin hansı peşələr ola bilər? Usta ola bilər, dayı ola bilər, dərzi ola bilər, tibb bacısı ola bilər. Gündəlik həyatımızda ehtiyacımız olan bütün xidmətlər, yəni yorğan döşək salmadan tut, tort bişirməyə kimi bütün xidmətlər o tətbiqimizdə qeydiyyatdan keçə bilər. Və müştərilər də lazım olanda day küçələrə düşmürsən, dost tanış axtarmırsan, bir tətbiqə girirsən, oradan axtarırsan və sifarişini verirsən. 24/7 iki tərəfi birləşdirir elə bil ki, vasitəçi kimidir. Bunu belə icma etsək, bir iş platforması kimi götürə bilərik. Yəni iş axtaran peşə sahibləri üçün bəli iş platformu kimidir. İlkin baxanda rəng tərəfdən deyim, rəng psixologiyasına tam olaraq uyğun yatır. Əgər bir iş platformasıdırsa, bu iş platforması rəngi və psixologiyasını tam olaraq yerində otuzdurur. Mavi rəng, bayaq bu haqqda danışmışdıq. Çoxlu iş platformalarının rənglərini, məsələn, ən çox populyar olan LinkedIn platformasının rəngini də buradan görə bilirik ki, o mavi rəng seçimi insanda dürüstlük, daha çox safe və iş abu-havasını yaradır. Bu tərəfdən yaxşı yanaşmadır. Loqonun formalarından danışsaq, biraz asimetrik olduğu məni hal-hazırda narahat eləyir. Ümumiyyətlə dizaynerlərin biraz simmetriya və gündəlik həyatda görsəl belə simmetrik problemləri tez-tez yaşadığı üçün narahatçılıq yaradır mənim özümdə də. İndi baxdıqda bunu vurğulaya bilərəm ki, 7-nin yerləşməsi biraz asimetrik olmağı əslində düzgün şəkildə biraz tətbiq olunsaydı maraqlı idi, maraq tərəfdən cəlb edə bilərdi. Amma hal-hazırdakı tətbiq olunmuş versiyasında biraz narahatçılıq yaradır. Məsələn, bu bir neçə prizmadan baxsaq, məsələn, bunu dairənin içinə qoysaq və yaxud çərçivələsək, çoxlu problemlərə gətirə bilər ki, daha çox burada da hizalanmaq və yaxud alignment buna deyirik. Orada çoxlu problemlər yaşaya bilərik. Ümumiyyətlə sizdən soruşmamışdan əvvəl hər hansısa bir bunun, yəni hansı 24/7 özündən nə bildirir? Bu tam olaraq bir platforma, iş platforması olduğunun mənasını ifadə eləmirdi loqoya ilk baxdıqda. Loqodan başa düşməzdiniz nə olduğunu. Daha çox market şəbəkələr və bu tərz sferada olan bir brendləri formasını göstərir. Elə bir şey mən ilk baxışda onu canlandırıram. Sonradan baxdıqda isə daha çox hansısa bir riyazi və digər sahələrdən və buna oxşar sahələrdən nələrsə xatırladır. Tam olaraq da bəzi belə deyək, düzgün bəlkə hansısa seçimlər olsaydı, burada fontu dəyişsəydik, biraz simmetrik tərəfdən yanaşmanı dəyişsəydik, hansısa elementləri vizual tərəfdən daha önə çəkən, məsələn, 7-ni bu cür eləmək fikrində idisə, daha balaca eləmək olardı və yaxud hansısa bir elementin içində eləmək olardı. Burada negative space və yaxud white space. Negative space yəni 7-ni 24-ün içində də bir hardasa göstərə bilərdik və yaxud 2-4-ün arasında white space yaradaraq 7-ni də orada hər hansısa bir yerdə tətbiq eləyə bilərdik və ümumiyyətlə 24/7-nin tam o belə gözə dəyən 24/7 yazısı yox da onu xatırladacaq iş platforması kimi, bayaq vurğuladığımız kimi o tərəfdən yanaşmanı da eləyə bilərdi ki, xırda bir toxunuşdan 24/7 ola bilər. Məsələn, bir çərçivə düşünün, rəngi eyni rəngdir. Bir hissəsində 24 yazılıb, yuxarı hissəsində 7 yazılıb. Yəni siz tərəfdən baxılanda məsələn aşağıda 24, yuxarıda 7. Burada baxılanda onsuz oxunacaq. Yəni insan baxdıqda, yəni soldan başlayır. Hər hansısa bir şey oxuyanda və yaxud görəndə vizual baxacaq 24, qalxacaq yuxarı 7. Məsələn, çox xırda belə bir fikir formalaşdıra bilərəm. Məsələn, LinkedIn platforması bir dənə in
yazılıb orada. Amma tətbiqin özünün nə qədər kompleks olduğunu insanlar, yəni başa düşdükdə, istifadə elədikdə, yəni ki, siz də istifadə edirsiniz. Yəni orada həm işə götürməkdir, həm bloqinqdir, həm iş paylaşmaqdır. Bunun da iki tərəfi var. Bunun premium hissələri var, digər funksionallıqlar var. LinkedIn içində hansısa işə, məsələn, Easy Apply funksionallığı var ya, oradan da istifadə etdikdə, yəni görürsüz ki, daha da çətinləşir və kompleksdir və bunun artıq arxasında çox böyük komandalar, böyük şirkət dayanıb ki, amma loqosuna baxırsınız, sadədir. Əslində burada sırazı, yəni bir brendi formalaşdıra biləcək bir ideya olmalıdır ki, yəni biz buna baxdıqda artıq bunu məhsulu silib, yəni bir vizualını qabağını saxlayıb o məhsulun nə ötürdüyünü ifadə eləyə bilirəmsə, yəni mən burada 24-ün qabağını 7-ni saxlasam, baxsam sadəcə 24-də heç nə mənə bir şey yəni xatırlatmayacaq. Amma LinkedIn-də i hərfini yığışdırsam, n hərfi qalsın, baxıb deyəcəm ki, bu LinkedIn-də prosta i-si yoxdur. Bu tərəfdən yanaşma ola bilər. Bayaq fikrinizi vurğuladınız ki, 7-ni dairənin içinə sala bilərik və qırağında elementlər əlavə edə bilərik, hansısa peşələrə aid. Düşünürəm ki, bu daha çox kompleks olacaq və problemlər yaradacaq ki, istər-istəməz birinci yekə, yəni böyük bir formatlarda bu aydın şəkildə görsənəcək. Amma təsəvvür eləyin ki, bu hələ orta bir formatdır. Daha kiçik formatlarda 240 elə biləcəklər. 240 olacaq, kəskin nələrsə olacaq, loqonun tam olmadığını göstərəcək. Elə biləcəklər ki, nəsə kəsilib, eləyib, qırılıb, ya pikselləşir, nəsə problem var, keyfiyyətsizlik kimi effekt yaradacaq. Məsələn, sizin icazənizdə qalmaq olardı ki, 24-ü 7-ni elə dairənin içinə salıb, bunu asimetrik tərəfdən, ümumiyyətlə biz 24-7 deyəndə, yəni 7-24, 24-7 bu belə deyək, bu ideologiyanı xatırlatmaq üçün referenslərə baxa bilərik ki, daha çox necə istifadə olunur, hansı cür yerləşmədə rəqəmlərin bunu və ora yaxın, amma onlara oxşar olmayaraq bir şey tətbiq edə bilərik. Dairənin içinə salaq, dairəni də yaxınlaşdıraq, tutalım ki, 4-ün və 2-nin ortalarında bir yerə, amma elə bir şey eləyək ki, bunu problem yaratmasın. Və burada baxdıqda ki, 24 oxunur, yuxarı sırazı baxılır, 7. Ki, 24 7-dir. Bəli, bunlar nəsə 24 7 eləyirlər. Amma belə baxdıqda 247, amma 7 biraz yıxılıb, əyilib, bu cür formalarda qaldıqda hansısa digər artıq sahənin, belə deyək, bir loqosu kimi çıxır. Görüşüm məqsədə, hədəfə uyğun deyil. Rəyiniz üçün çox təşəkkür edirəm. Hafiz bəy, çox təşəkkür edirəm. Qrafik dizayn haqqında ətraflı danışdıq. Məncə loru dildə izah elədik, hamının başa düşə biləcəyi dildə izah elədik. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Təşəkkürlər sizə dəvətiniz üçün, çox xoş oldu. Bizi izlədiyiniz üçün təşəkkürlər ProTax izləyiciləri. Rəy yazmağı, bəyənməyi, abunə olmağı, rəylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın.